Atlar əsrlər boyu insanın ən yaxın yol yoldaşlarından biri olub. Onlar təkcə nəqliyyat vasitəsi deyil, həm də sədaqətin, gücün və azadlığın rəmzi sayılır. Mütəxəssislərin sözlərinə görə atlarla ünsiyyət insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir. Atlar insanın səsini, hərəkətlərini və emosiyalarını hiss edə bilir. Onlarla təmas zamanı insan özünü daha sakit hiss edir, gərginlik azalır, diqqət və özünə inam artır. Məhz buna görə dünyanın bir çox ölkəsində atlarla həyata keçirilən terapiya üsullarından istifadə olunur. Bu məşğələlər xüsusilə stres, narahatlıq yaşayan, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanların reabilitasiyasında köməkçi vasitə kimi təqdim edilir. Atlar Azərbaycan mədəniyyətində də xüsusi yer tutur. Qədim dövrlərdən bəri igidliyin, cəsarətin və sədaqətin simvolu hesab edilən bu heyvanlar dastanlarımızda, rəvayətlərimizdə və xalq yaradıcılığında tez-tez xatırlanır. Qarabağ atı isə dünyanın ən qədim və ən zərif cinslərindən biri kimi ölkəmizin milli sərvəti sayılır. Atlara sevgi təkcə onları seyr etməklə bitmir. Onlara düzgün qulluq göstərmək, təbii yaşayış mühitini qorumaq və məsuliyyətlə yanaşmaq da bu sevginin bir hissəsidir. Bugün atları sevənlər üçün onların gözəlliyini, sədaqətini və insan həyatındakı əvəzsiz rolunu xatırlamaq üçün gözəl fürsətdir. Çünki insanla at arasında yaranan etibar illər keçsə də dəyişməyən ən xüsusi dostluqlardan biri hesab olunur.